Salam dəyərli izləyicilərim, abituriyentlər, tələbələr və informatikanı daha dərindən öyrənmək istəyən hər kəs. Bugün sizə Dövlət İmtahan Mərkəzinin İnformatika Test Bankından 3 maraqlı Python məsələsini izahlı şəkildə təqdim edirəm. Qarşımızda belə bir Python proqramı nümunəsi var. Gəlin proqramı addım-addım analiz edək. Birinci hissə. A bərabərdir 22, B bərabərdir 17. Başlanğıcda A bərabərdir 22, B bərabərdir 17. İkinci şərtdə nədir? If A B'dən böyük olarsa tam bölünmə A'ya, yəni qalıqsız bölünür. O zaman print edirik A'dan B'nin fərqini. Yox, o blok işləməzsə, o zaman else-yə keçirik və A bərabərdir A plus B-ni hesablayırıq. Hesablayaq ki, B A'ya qalıqsız bölünür, yəni 17 22-yə qalıqsız bölünəndə 0 edir, çünki tam bölünməlidir. Şərtdə A böyükdür 0-dan, yəni 22 böyükdür 0-dan doğrudur. Ona görə də print A B fərqidir, icra olunur. 22-dən də 17 çıxanda 5 edir. If çap olunan nəticə 5 olur. Üçüncü şərtdə isə if A B'dən böyük olarsa 5-ə bölünür. B bərabərdir B çıx A. O şərt alınmazsa elif blokunda belədir ki, B-ni 10-a qalıqsız böləndə alt cavab 6-dan kiçik olsun. A da bərabərdir A vurulsun 5-ə. O da olmazsa else blokunda B bərabərdir A çıxılsın B. Burada A 22, B 17-dir, çünki else hissəsi işləmədi, A dəyişməyib. Hesablayaq ki, B-ni 5-ə böləndə, yəni 17 5-ə böləndə 3,4. Şərt. A böyükdür 3,4-dən, yəni 22 böyükdür 3,4-dən doğrudur. Ona görə də B bərabərdir, B çıxılsın A. Yəni 22, 17-dən 22 mənfi 5. Son çap isə necə olur? Print B bərabərdir mənfi 5-ə. Çap olunur mənfi 5. Nəticə, proqram 2 dəfə nəticə verir. Birinci printdə 5, ikinci printdə mənfi 5. Yəni, cavab ardıcılığı 5 və mənfi 5. Burada da bizim testimizdə doğru cavab E variantı. İndicə keçək növbəti məsələyə. Bu proqramda gəlin addım-addım izah eləyək. Birinci isə giriş Python. Deməli A1 buradan input olunur. Tam ədəd kimi int bilirsiniz ki, tam ədəd kimi çıxır. A2 də həmçinin istifadəçi 2 natural ədəd daxil edir. A1 və A2. İkinci hissəsi kiçik ədədin seçilməsi. Əgər deyir if A1 kiçikdir A2-dən, o zaman K bərabərdir A1-ə. Yox, o blok işləməzsə else-yə keçirik, o zaman K bərabərdir A2-yə. Burada K dəyişəni 2 ədəddən kiçiyini götürür. Məqsəd yalnız kiçik ədədə qədər olan bölənləri yoxlamaqdır. Sonra üçüncü hissəyə keçirik, ortaq bölənlərin tapılması. For i range, yəni i üçün belədir ki, 1-dən K plus 1-ə qədər olan ədədlər olacaq. If A1-i qalığını böləndə 2-yə, 0-a bərabərsə və A2-ni qalıqlı i-yə böləndə 0-a bərabərsə, o zaman D i-yə bərabər. Burada dövr 1-dən K-ya qədər gedir. Hər addımda yoxlanılır. I həm A1-i, həm də A2-ni bölürmü? Əgər bölürsə, D bərabərdir i olur. Yəni, dövrün sonunda D 2 ədədin ən böyük ortaq böləni olacaq. Dördüncü hissədə nəticədə belədir. D bərabərdir 1, print bəli. Else-də isə print xeyr. Əgər əbu 1-ə bərabərdir və yəni deməli ədədlərin ortaq böləni yalnız 1-dir, onlar qarşılıqlı sadədir. Bu halda ekrana bəli yazın. Əks halda xeyr. Cavab. Proqramın təyinatı daxil edilən natural ədədlərin qarşılıqlı sadə olub olmadığını müəyyəndir. Burada da bizim testimizə doğru variant C-dir. İndi keçək növbəti məsələyə. Gəlin bu proqramda addım-addım izah eləyək. Funksiyanın tərifi, deməli def funksiyası f'dir, p bərabərdir 1-ə, for i range isə 1-dən n plus 1-ə qədərdir, p bərabərdir p vurulsun i-yə. Return p burada fn funksiyası verilmiş n ədədinin faktorialını hesablayır. Faktorial n faktorial 1 vurulsun, 2 vurulsun, 3 və n-ə qədər gedir. Məsələn,
F3 funksiyasında olacaq ki 1 vur 2 vur 3 bərabərdir 6. F5'də isə bu 120'ye bərabər olur. Əsas proqramda S bərabərdir 0, M bərabərdir input edilir, amma tam ədəd int olaraq. For j in range 1-dən m plus 1'e qədər S bərabərdir S plus fj. Print S. Burada S bərabərdir 0 başlanğıc cəmdir. İstifadəçi n daxil edir. Dövr j bərabərdir 1-dən n-ə qədər gedir. Hər addımda j fj, yəni j faktorial hesablanır. Bu nəticədə S-ə əlavə olunur. Dövr bitdikdən sonra isə S çap olunur. Məntiqi nəticə proqramın hesabladığı cəm S bərabərdir 1 faktorial plus 2 faktorial plus 3 faktorial plus n. Cavab. Doğru cavab burada C-dir. Yəni proqram daxil edilən n ədədinə qədər bütün faktorialların cəmini hesablayır. Eğer video size faydalı olduysa beğenmeyi, paylaşmayı unutmayın. Əlavə məlumat üçün kursumuza yazıla bilərsiniz.